Nəmlətdiricinin Axşamınız xeyir olsun, hörmətli komanda, dəyərli liderlər, hər vaxtınız xeyir olsun. Bugünkü Zoom'umuzun mövzusu motivasiya mövzusudur. Deməli, motivasiya nədir? İlk öncə ondan başlayaq, sonra motivasiya ilə bağlı geniş məlumatlar verəcəm. Motivasiya insanı hərəkətə keçirdən və hərəkətliliyi təmin edən bir qüvvədir. Motivasiya özü daxili və xarici motivasiya olur, eyni zamanda müsbət və mənfi motivasiya olur. Daxili və xarici motivasiya nədir? Daxili motivasiya odur ki, insanın daxilindən gələn onun istəkləri, xəyalları, duyğuları, onun həvəs deyirəm, məqsədləri, hədəfləri onu hərəkətə keçirdir. Bir də xarici motivasiya var ki, insan məsəl üçün kənardan ona kimsə fikir bildirir, kimsə ona dəstək olur və yaxud da ki, kimsə ona pul ödəniş edir, o iş yerlərində falan olur. Motivasiya, maaşın artırılmağı vasitəsilə motivasiya olunur. Və eyni zamanda müsbət və mənfi motivasiya vardır ki, hansı ki, müsbət motivasiya nədir? Məsəl üçün, sən sağlamlığını qorumaq üçün idman edirsən. Sağlamlığını mənfi motivasiya odur ki, sən xəstələnməmək üçün idman edirsən. Və yaxud da ki, müsbət motivasiya nədir? Sən uğur pillələrində irəliləmək üçün, daha çox insanlarla, uğurlu insanlara çatmaq üçün motivasiya edirsən. Mənfi motivasiya nədir? Sən kimlərdənsə geri qalmamaq üçün hərəkət edirsən. Yəni, bunlar da bizim, belə deyim də, hərəkətliliyimizə təsir göstərən qüvvələrdir. Motivasiya niyə önəmlidir? Ümumiyyətlə, iş yerlərində, real həyatımızda, ümumiyyətlə, bütün sosial münasibətlərdə, hər şeydə, həyatımızın bütün sahələrində motivasiya çox önəmli bir şeydir. Bu, bizim hədəflərimizə çatmağımıza, bizim istəklərimizi, arzularımızı gerçəkləşdirməyimizə köməklik edən bir qüvvədir. Yəni, motivasiya olmasa insanlar həvəssiz olar, insanlar o qədər belə öz istəklərinə doğru belə ciddi addımlar atmazlar. Çünki motivasiya insanı hərəkətə gətirən bir qüvvədir. Və motivasiya olduğu zaman iş daha effektiv görülür insanlar tərəfindən. Motivasiya olduğu zaman insanlar öz hədəflərinə daha rahatçılıqla, daha belə deyim də, daha belə həvəsdən gedirlər. Lakin bir çox vaxtlarda olur ki, biz özümüzü motivasiyasız hiss edirik. Bu niyə olur? Yəni, motivasiya deyəndə harsısa bir daxili həvəs deyim də, yəni bu bir vaxtdan sonra görürsən ki, sönür. Çoxumuzda tez-tez rastlaşdığımız bir vəziyyətdir. Yəni, elə bir insan yoxdur ki, hansısa bir uğur yolunda, uğura getdiyi bir yerdə, xəyallarına doğru addım atdığı bir yerdə həvəsdən düşməsin. Motivasiyadan düşməyən insan demək olar ki, yoxdur. Yəni, heç bir insan yoxdur ki, elə ömür boyu elə həvəslə belə polnu zaretka ilə hərəkət eləsin, yaxud da ki, addım atsın. Bir çoxlarımız niyə motivasiyadan düşürük? Bunun bir neçə səbəbi olur. Birincisi, məqsədimizin real olmamağı və biz məqsədimizə doğru o inadkarlığımızın olmamağıdır. Yəni, motivasiyadan düşməyimizin əsas səbəblərindən biri budur, məqsədsizlik. Yəni, bir insanın məqsədi yoxdursa əgər, hansı sahədə olur olsun, hansı işdə olur olsun, əgər qarşısına bir hədəf, bir məqsəd qoymayıbsa, o insan tez bir zamanda həvəsdən düşəcək və motivasiyası öləcəkdir. İkincisi, qarşımıza çıxan çətinliklər və uğursuzluqlar. Bu çox önəmli bir məsələdir, çünki çoxumuzun həm bu biznesdə olsun, həm həyat sahəsində olsun, xüsusilə bu sahədə, bu biznesdə bizim qarşımıza çıxan çətinliklər və uğursuzluqlar bizi, belə deyim də, ətrafımızdakı insanların mənfi rəyləri bizi həvəsdən salır. Bəs yaxşı, bu zaman nə edə bilərik? Deməli, bu ümumiyyətcə bir şey vurğulayım da, yəni elə bir uğurlu insan yoxdur ki, tarix boyunca, yəni elə bir uğurlu insan olmayıb ki, istər sərkərdələr olsun, istər dövlət başçıları olsun, istər nə bilim, şirkət rəhbərləri olsun, şirkətin CEO-ları olsun, şirkət yaradıcıları olsun, qurucular olsun, yəni böyük iş adamları olsun, fərq yoxdur. Bütün uğur qazanmış insanların hansısa birinə sual versən ki, sən çətinlik görmüsən, o deyəcək ki, mən də gördüyüm çətinliyi heç kim görməyib. Sən uğursuzluqla rastlaşmısanmı? O 100% milyonlarla bəlkə uğursuzluqla rastlaşıb. Yəni, hər birinin xüsusilə biz elə bilirik ki, yəni, sən mütləq bir yola girdinsə, orada uğursuzluq olmamalıdır. Sən bir yola girdinsə, orada bir, belə deyim də, orada bir çətinlik olmamalıdır. Yəni, belə bir şey yoxdur. İstənilən şəxs, istənilən uğur qazanmış şəxs qarşısına mütləq çətinliklər və, belə deyim də, çətinliklər və uğursuzluqlar çıxır. Uğursuz olmaq bir problem deyil. Ümumiyyətcə, addım atmamaq bir problemdir. Yəni, addım atıb uğursuz olmaq bir problem deyil. Çünki uğursuzluqları birləşdirib bir pillə, sən bir mərhələyə gəlib çıxa bilərsən. Bununla bağlı bir hekayə oxumuşdum, balaca bir hekayədə danışım onu. Deməli, bir kəndlinin bir qoca atı olur. Bu at da bir gün quyuya düşür. Kəndli fikirləşir ki, deməli, at quyuya düşüb, quyu da onsuz da köhnə quyudur, at da qoca idi, qoy elə qalsın orada, üstünə torpaq ataram, at orada qalsın, üstünə torpaq ataram, həm atı basdırmağa yerə ehtiyac olmaz, həm də quyunu bağlayıb təzə yerinə quyu, belə deyim, qazmış olaram. Həmin o kəndi başlayır həmin atın üstünə torpaq atmağa, at da baxır ki, bunun üstünə torpaq atılır, bunu bastırırlar. Bütün kənd cəmaatı gəlir, həmin o kəndliyə kömək edir ki, atı orada bastırsınlar, quyuda qalsın.
At da neyniyir? Həmin o üzərinə atılan torpaqları yığır altına, ayağının altına. Elə o torpaqlar axı düşdükcə, bu ayağının altına yığdıqca o qalxır da, yəni qalxır və quyunun üzərinə çıxmış olur və oradan qurtulmuş olur. Yəni bizim üzərimizə də bəzən olur ki, o dediyim o at misalında bu indi nə qədər düzgün yanaşmadı bilmirəm, düzgün müqayisə bilmirəm. Oradakı kimi, yəni bizim üzərimizə atılan o daşlar olur bəzən, olur ki, bizə kimsə neqativ rəylər bildirir, bəzən mənfi fikirlər bildirir, yox cavabları çox eşidirik, bəzən olur ki, kimsə bizi yolumuzdan döndərmək istəyir. Bax, onları biz belə pillə-pillə ayağımızın altına pilləkan kimi yığıb bir vaxtdan sonra uğur mərtəbəsinə çata bilərik. İstənilən həyatımızın sahəsində bu keçərlidir. Yəni istənilən uğur qazanmış insanlar mütləq o uğursuzluqlarını pillə edib yüksək mərtəbələrə gəlib çatmışdır. Sonra üçüncü motivasiyanın düşməyimizin, tez-tez düşməyimizin səbəblərindən biri də stres və yorğunçuluqdur. Bir çoxlarımız elə bilirik ki, yəni bütün günümüzü 24 saatımızı işə həsr eləməliyik və yaxud da bir çoxlarımız elə düşünür ki, 24 saatımızı biz hansısa bir məsələn ailəyə sərf eləməliyik. Hər şeyin öz yeri var. İşin öz yeri var, ailənin öz yeri var. Burada vaxt bölgüsü çox önəmlidir. Biz ona görə stresli oluruq, ona görə yorğun oluruq ki, vaxtımızı və əməyimizi düzgün və işimizi düzgün iş bölgüsü etmirik. Hər birimiz özlüyümüzdə İşimiz üçün lazım olan vaxtı ayırsaq, evimiz üçün, ailəmiz üçün, yaxınlarımız üçün, əzizlərimiz üçün, doğmalarımız üçün lazım olan vaxtı ayırsaq və bütün hamısını balanslı şəkildə icra eləsək, biz o qədər də yorulmarıq. Və eyni zamanda bu stresə düşməyin də şükür Allah bizim məhsullarımız var. Stres anında içə biləcəyimiz, çünki həyat elə bir şeydir ki, yəni istər-istəməz streslə rastlaşırsan, stres anında içəcəyimiz məhsullarımız var. O məhsullardan da özümüzə dəstək ala bilərik. Amma eyni zamanda dediyim kimi, heç olmasa bircə günün, hər günün 1 saatını özümüzə sadəcə dincəlmək üçün vaxt ayırmalıyıq, heç olmasa. 1 saat olmasa belə, yarım saat heç olmasa dincəlmək üçün vaxt ayırmalıyıq ki, o özümüzdəki gücü yenidən toplayıb, yenidən belə deyim, addım ataq məqsədlərimizə və hədəflərimizə doğru. Daha sonra bir də bizi motivasiyadan salan əsas məsələlərdən biri nədir? Biz kiçik müsbət nəticələri nəzərə almırıq. Bir çoxlarımız bəlkə mənfi 5 dərəcəsindədir, gəlib tutaq ki, müsbət 1 dərəcəsinə, məsəl üçün. Mənfi 5-dən müsbət 1-ə gəlib, özünü müsbət 7-də olan insanla müqayisə edir. Müsbət 2-dən müsbət 7-yə gələn insanla müqayisə edir. Axı səndə müəyyən bir addımlar atmısan. Kiçik-kiçik atdığımız addımlar, kiçik-kiçik qazandığımız nəticələr də əslində bizim motivasiya olmağımız üçün bizə bəs edir. Biz sadəcə özümüzü belə deyim də, tutaq ki, biz özümüzü böyük bir pillədə, təbii ki, böyük bir pillədə görməlisən. Amma sən o pilləyə getdiyin yerlərdə, sən tutaq ki, 10-cu mərtəbədə özünü görmək istəyirsənsə, sən 1-ci mərtəbədən 5-ci mərtəbəyə çatmısansa və sən 10-cu mərtəbədə özünü görmək istəyirsənsə, deməli sən yenə də bir uğur qazanmısan. Sən 5-ci mərtəbəyə çata bilmirsən. Sən 5-ci mərtəbə 1-dən 5-ə çatıb 8-də olan insana baxıb həvəsdən düşməli deyilsən. Sən 1-dən 5-ə çatıb özünün belə deyim də geriyə baxıb görməlisən ki, mən 1-də idim. İndi 5-dəyim, deməli 5-dən 8-ə, 8-dən 10-a keçə bilərəm. Çoxumuz o kiçik nəticələri çox da dəyərləndirmirik özümüzdə. Adi məsəl üçün komandamıza bir dənə üzv qoşuldu. Məsələn, bir müştəri ilə danışdıq, bir uğurlu bir prezentasiya elədik və yaxud da ki, uğurlu bir iş gördük, işimizlə bağlı deyirəm. Nəsə bir addım atdıq, xırda bir addım, kiçik bir addımdır. Bunu özlüyümüzdə böyük dəyərləndirək ki, növbəti böyük addımlara bizim üçün bir belə deyim də stimul olsun. Sonra motivasiya, bu dediyim ki, bizim həvəsdən salan şeylərdən biri onları saydım. Bəs necə edək ki, motivasiyamız davamlı olsun? Təbii ki, hərdən olur ki, insan belə çox həvəsli olur, çox belə deyirsən, yox, qoy, gör mən nə edəcəm. Bir gün, 2 gün, 3 gün sonra belə həvəsdən düşürsən. O çoxumuzda bu baş verir. Yəni ay başlayanda yox bu ay partladacam, belə olacaq, elə olacaq. Bir neçə gün belə həvəslə hərəkət eləyirsən, ona zəng eləyirsən, buna zəng eləyirsən, onunla danışırsan, komanda yığırsan falan, sonra birdən-birə belə həvəsdən düşürsən. Bunun belə deyim də, bunun səbəbi nədir və bunun qarşısını almaq üçün necə edə bilərik ki, motivasiyamız davamlı olsun? Təbii ki, hədəfləri müəyyən eləmək burada ən önəmli bir şeydir. Həftəlik hədəflər, gündəlik hədəflər, 1-ci gündə gündəlik hədəflər, həftəlik hədəflər və aylıq hədəfləri müəyyən eləmək çox önəmlidir. Biz hədəfimizi bəlkə aylıq təyin edirik ki, ona görə ayın əvvəlində nəsə bir addım atıb, ortasında dayanıb, axırında təzədən hərəkət edirik. Amma biz həftəlik hədəf müəyyən eləsək, qarşımıza həftəlik hədəflər qoysaq, hər həftə o hədəflər üçün addımlar atarıq və həqiqətən addımlar atdıqca və nəticəni gördükcə də onda daha çox həvəslənərik. Sonra kiçik addımlara irəliləmək bu çox önəmlidir. Həmişə bunu liderlərimizlə deyil, hər gün heç olmasa bircə nəfərlə, ən azı 5 nəfərlə danışa bilmirsən, 1 nəfərlə danış. Tutaq ki, sən 10 nəfərə zəng eləmək istəyirsən, məsələn deyim də, tutaq ki, sən qarşılığa qoydun ki, sabah 10 nəfərlə danışacam. Tutaq ki, olmadı, heç olmasa 2 nəfərlə danış. Vaxt ayıra bilmədin, nəsə bir problem çıxdı, nəsə oldu, heç olmasa 2 nəfərlə danış. Amma minimumda olsa bir şey elə.
Yəni heç nə eləməməkdənsə, heç olmasa minimum olsa da bir şey eləmək lazımdır. Yəni biz nə qədər hərəkət etməsək, nə qədər otursaq, gözləsək ki, nəsə belə uyğun bir fürsət düşsün, fürsətləri yaradan bizik. Yəni həyat bizim qarşımıza fürsətləri qoymur. Biz özümüz özümüzə fürsətləri yaradırıq ki, bu bizim hərəkətlərimizdən olur. Hərəkətlərimiz və bir də pozitiv düşüncə. Pozitiv düşüncə ümumiyyətcə həyatımızın istər sağlamlıq baxımından olsun, istər ailə münasibətlərində olsun, istər bütün münasibətlərdə çox önəmli bir məsələdir. Sən özünü neqativlərlə doldurduğun müddətcə sənin qarşına ancaq neqativ situasiyalar, neqativ hallar çıxacaq. Sən özünü pozitiv düşüncələrlə doldurduğun müddətcə qarşına çıxacaq hadisələr də, situasiyalar da elə pozitiv düşüncəyə uyğun olacaq. Bir xoşagəlməz hadisə yaşanıb tutaq ki, işinlə bağlı. Məsəl üçün kimisə dəvət elədin ofisə, həmin gün gəlmədi. Düşün ki, bugün bu adam gəlmədi, səhərsi gün bunun əvəzinə 3 nəfər adam gələcək. Məsələn deyim, yəni bu mən o vaxtı işdən çıxarılmaqla bağlı bizə məlumat verilmişdi bir işlədiyim bir yerdə. Deyirlər ki, sizi işdən çıxardacağıq. Belə bir hal baş vermişdi. Сокращение olmuşdu. Sıraz başqaları üzüldü falan. Dedim, deməli bundan da yaxşı iş tapacağam. Həqiqətən, yəni oradan çıxıb, qapıdan çıxdım, başqa bir iş təklifi gəldi mənə. Yəni həmin anda o məsəl üçün qarşımıza çıxdığımız anda çoxumuz olub da məyus olmuşuq. Müştəri bizi məyus eləyib, ya kimsə bizə məsəl üçün nəsə söz verib gələcəm ofisə və yaxud da ki, elə bir hal olub ki, sən o adamla prezentasiya eləməli olmusan, ya nə bilim, hə dediyi yerdə sənə yox deyib, ya komandava daxil olub bir müddətdən sonra sənə yox deyib, səndən kənarlaşıb, uzaqlaşıb, biz pis olmuşuq. Ya komandamız dağılıb, çoxumuzun başına gələn bir şeydir ki, Ruby liderlərin belə, yəni bu bizim işimizdə Ruby liderlərin belə mən özüm dəfələrlə izləmişəm, görmüşəm, onların videolarını izləmişəm. Deyib mənim komandam birdən-birə dağıldı. Böyük bir komanda qurmuşdum, birdən-birə dağıldı. Və yaxud da ki, bir şəxs var idi, o da uğurlu şəxslərdən biri. Deyir, böyük bir Instagram səhifəsi açmışdım, böyükdə, yəni neçə 100 min izləyicim var, birdən-birə səhifə bağlandı. İndi siz bilirsiniz, biz bir dənə yoxdan məyus olan insanlarıq. Görün, insanlar məsəl üçün Ruby biznes liderdir, adam böyük bir komanda qurur, komandası birdən-birə dağılır. Biz kiçik bir şeylərdən məyus olsaq, o insan komandası dağıldığı halda məyus olsaydı əgər, məyusluğa davam etsəydi əgər, indi Ruby biznes lideri ola bilərdimi? Yox. Biz də eləcə indiki bizə yox deyilən mənfi rəylərdən, mənfi nəticələrdən və yaxud da ki, istər müştəri olsun, istər komandamızla olan münasibətlərimiz olsun, istər işimizlə bağlı hər hansı bir dəvətlərimizdə olsun, mənfi nəsə qarşımıza bir hadisə çıxdıqda biz geriyə çəkilsək, yəni istənilən halda biz geridə qalacağıq. Amma biz addım atsaq bizim qarşımızda daha böyük fürsətlər açılacaq. Bunun üçün bizim üçün pozitiv düşüncə çox-çox önəmlidir. Çünki pozitiv düşüncə sənin həmin anda ayağa qaldıran, ayaqda saxlayan əsas faktorlardan biri olur. Bugün alınmadı, sabah 100% alınacaq. İndi alınmadı, bir saatdan sonra alınacaq. Məsəl üçün deyirəm, yəni məndə alınmır, mən bacarmıram, mənlik deyil bu dediyimiz şeylər əslində bizim özümüzün özümüzə təlqin etdiklərimizi ki, çox vaxt alınmır deyənlər, bacarmıram deyənlər ümumiyyətcə görmürsünüz də, həqiqətən də bacarmırlar. Və yaxud da ki, kimisə dəvət edirik, əksər hallarda nə deyirlər? Mən bacarmayacağam, mən bacarmayacağam. Adama sual vermişəm, mən bir dəfə olub başıma gələ belə bir şey, dedim mən bacarmayacağam. Dedim, siz görmədiyiniz iş barədə necə deyə bilərsiniz ki, mən bacarmayacağam. Və ətrafımızdakı bir çox insanlarda mən həqiqətən görmüşəm ki, o bacarmayacağam deyən insanlar sonra hansı işə atıblar, yəni heç birini bacarmırlar. Və eyni zamanda mən bacaracağam deyərək bizim komandamıza qoşulan insanlar da var ki, bir vaxtdan sonra məyus olublar. Nə qədər eləmirsə yenə o insanda o həvəsi yarada bilməmisən, olub elə çoxumuzun başına gəlib. Olmayacaq, olmayacaq. Ondan daha yaxşı şəxslərlə, ondan daha yaxşı komandamızda üzvlər olacaq. Yəni bu an bunu itirməyimiz bizim dünyanın axırı demək deyil. Yəni bizim nəyisə belə deyim də qarşımıza çıxan hansısa maneə bizim üçün dünyanın axırı deyil. Deməli qarşımıza çıxan maneə növbəti daha yaxşı şeylərə belə deyim də göstərici, daha yaxşı şeylərin başımıza gələcəyini göstəricidir. Özünü mükafatlandırmaq, motivasiyanın davamlı olması üçün eləyə biləcəyimiz digər yollardan biri də budur. Özünü mükafatlandırmaq. Tutaq ki, bugün özümə məqsəd qoy ki, bugün 5 nəfərlə danışacağam, onlardan ən azı biri mənə qarşılıq verəcək, yəni ən azı biri mənim komandama qoşulacaq və yaxud da ki, müştərim olacaq deyil. Tutaq ki, həmin adam həqiqətən belə bir hal baş verdi və sən o an hə cavabını aldın. Nəsə bir şeylə, özün üçün xoş olan bir şeylə, kiçik də, çox kiçik bir şey, məsəl üçün, özünə şokolad al, şokolad çox sevdiyim üçün birbaşa şokolad deyirəm, məsəl üçün deyirəm. Yəni özünü mükafatlandır, özünə afərin deməyi bacar. Özün özünü necə deyim, həvəsləndirməyi bacar. Həmişə gözləməyək ki, bizə kimsə kənardan motivasiya eləsin. Özümüz də özümüzü içəridən, həm daxildən, həm də xaricdən o necə deyirlər, hərəkətə keçirməyə bacarmalıyıq. Tutaq ki, bir müştəri ilə danışdım. Tutaq ki, bugün 5 dənə müştəri qeydiyyat elədim və hər biri çox gözəl alış elədi. Bu mənim uğurumdur da, düzdür? Yəni hər birimizin başına gələcək bir şeydir. Həmin gün özün üçün nəsə başqa bir şey, nəsə bir şey elə özün üçün.
Xırda da olsa bir hədiyyə al özünə, inanın mənə onda daha çox həvəslənəcəyik, daha çox işləməyə, yəni elə hallarda insan daha çox həvəslənir. Ətrafımızdakı dostlarımızın, ailəmizin dəstəyi də çox önəmlidir motivasiyamızın davamlı olması üçün. Xüsusilə bizim komandamızda, bizim işimizdə liderlərimizin dəstəyi çox-çox önəmlidir. Ki biz nə zaman dəstək istəsək, hər zaman bizə dəstək olmağa hazırdırlar və bu bizim üçün həqiqətən motivasiyamızın davamlı olması üçün çox önəmli yollardan biridir. Görsən ki, həvəsdən düşürsən, liderə müraciət elə ki, mən həvəsdən düşürəm. Nəsə məni neqativ hisslər bürüyüb, mən nəsə narahatam, həvəsim yoxdur belə. Sənin liderin sənə çox gözəl dəstək olacaq. Yəni mən başqa komandaları bilmirəm, bizim komandamızda çünki bu dəstəyi artıqlaması ilə görmüşük. Yəni lazımından da artıq görmüşük bu dəstəyi. Özüm də görmüş şəxs olaraq deyirəm. Bizim komandamızın bütün üzvlərində də görmüşəm ki, yəni nə vaxt həvəsdən düşsək, biz liderlərimizə rahatlıqla müraciət edə bilərik ki, bu da bizim motivasiyamızın davamlı olmağına gətirib çıxardacaq. Öz-özünü analiz eləmək. Bu, insan mənfi cəhətlərini bilməsə, heç vaxt müsbət bir şeyi ortaya qoymaz özündə. Sən mənfi cəhətlərini bilməlisən, sən öz müsbət tərəflərini də bunu yaza da bilərik, çox yaxşı olur. Analiz, ümumiyyətlə, özünün analiz çox qəşəng bir şeydir. Məni nə qorxuzur, məni nə həvəsdən salır, məni qabağa getməkdən çəkindirən şey nədir, mənə addım atmaqdan çəkindirən şey nədir? Və yaxud da ki, mənim qarşımdakı maneələr nədir? Və yaxud da ki, məni hərəkətə gətirən səbəb nədir? Bunları bir-bir qoy qarşına və bunların üzərində işlə. Gün ərzində 20 dəqiqə vaxt ayırsan belə öz analizinə, 10 dəqiqə belə bəs eləyir özümü analiz eləməyə. Bugün bu işi gördüm, nəyi səhv elədim? Tutaq ki, bugün zəng etdim 5 nəfərə, 5-dən yox cavab aldım. Nəyi səhv etdim? Analiz elə. Bu çox önəmli bir şeydir. Bir şeyin üstündən ötəri yanaşmayaq. Gördüyümüz işin nəticəsini də bir analiz etmək çox-çox önəmli məsələlərdən biridir. Yəni gördüyümüz işin nəticəsi yox olsa belə onu analiz edək ki, burada nəyi səhv elədim ki, o belə bir hal baş verdi. Və yaxud da ki, yaxşı bir nəticə aldın, analiz gördün ki, bu səndə alınır. Məsəl üçün, master klass elədim, çox yaxşı keçdi, məsələn. Deməli, sən master klassı yaxşı bacarsan, sən özündə bir analiz edə bilərsən ki, mən deməli master klassı yaxşı bacarım. Deməli, mən işimi biznesimi master klasslarla vasitəsilə daha da irəliyə apara bilərəm. Və yaxud da ki, soyuq kontakt. Heç gözləmədiyin halda, məsəl üçün, yol getdiyin yerdə, avtobusda, taksidə və mağazada hansısa bir yerdə qarşına çıxdığı bir şəxslə soyuq kontakt yaratdın, vizit kartını verdin, müsbət bir rəy aldın. Gördün ki, sən artıq danışa bilirsən, tanımadığın insanla ünsiyyət qura bilirsən. Artıq özünü analiz edə bilərsən ki, hə, deməli bu məni tanımır. Deməli, mən bu işlə daha çox irəliyə gedə bilərəm. Təbii ki, müxtəlif yollar var biznesimizi inkişaf elətdirmək üçün, amma özümüzü analiz edib, özümüzün ən üstün və mənfi tərəflərimizi bilib, mənfilərimizi azaldıb, müsbətlərimizi artırmağa çalışsaq, o bizim motivasiyamızın davamlı olmağına və eyni zamanda hədəflərimizə daha tez çatmamıza gətirib çıxardacaqdır. Bir də təbiətə nəzərə salmaq. Ümumiyyətlə, təbiətin qanunlarını görmüşük də, təbiətdə tanışlıq keçmir, təbiətdə sonra bir-birinə baxıb bəhsə-bəslik yoxdur, təbiətdə necə deyim, mənə mənfi nəsə rəy bildirdilər, mən mənfi rəydən həvəsdən düşdüm, cəmaət nə deyir qaydası yoxdur, təbiət özünün öz işindədir. Qışda yarpaqlar tökülür, yazda təzədən baxırsan ki, qışda qurumuş ağaclar yazda təzədən çiçəklənir. Təbiət öz işini görür, yəni necə deyim, baxırsan ki, məsəl üçün, bugün hava dəhşət soyuqdur, səhərsi gün çıxıb. Bugün hava yağışlıdır, leysandır, səhərsi gün hava çox qəşəngdir. O, necə ki, öz axarındadır, hər şey öz yolundadır, yəni dayanmır. Günəş hər gün doğmaqdan, yəni belə bezmir də, belə şey deməyimdən çıxmaz. Yəni, hər gün günəş çıxır. İstər insanlar ondan faydalansınlar, istər faydalanmasın, istər insan günəşin altında gəzsin, istəyir gəzməsin, günəş hamı üçün parlayır. Və bizim işimiz də belədir, yəni bizim biznesimiz də belədir. Bir günəş kimidir. Biz öz biznesimizin elə bil ki, o parıldayan üzüyük, parıldayan günəşiyik. Və biz nə qədər çox parıldasaq, o günəş kimi hər gün parlasaq, necə ki, günəş gecələr batır, gündüzlər təzədən çıxır. Sənin bir həyatının o batış nöqtəsi ola bilər, işinin bir qış fəsli ola bilər, bir payız fəsli ola bilər, soyuq havalar ola bilər, bunun məcazi mənada deyirəm. O ağacların yarpaq tökdüyü zaman ola bilər. Amma onu bil ki, yenidən sən çiçəklənə bilərsən. Yenidən sən meyvə verə bilərsən, yenidən sən dirçələ bilərsən, yenidən sən ayağa qalxa bilərsən. Günəşdən örnək götürək, təbiətdən örnək götürək, təbiət gözəl örnəkdir və təbiət dediyim kimi heç vaxt baxmır ki, günəş fikirləşmir ki, mənim haqqımda kimsə neqativ düşünəcək, mən bugün çıxmayım. Mənim qədrim bilinməyəcək, mən bugün çıxmayım. Günəş hər gün saçır, hər gün işıq saçır. Onun dəyərini bilənlərə də işıq saçır, dəyərini bilməyənlərə işıq saçır. Bizim biznesimiz də dediyim ki, o qədər dəyərli biznesdir ki, o qədər gözəl işlə məşğul oluruq ki, biz işimizlə insanların sağlamlığına və həyatını maddi cəhətdən inkişaf etdirməyini dəstək olan insanlar. Yəni biz nə olursa olsun hər kəsin həyatında o günəş misalı işıq saça bilərik.
ki, belə bir potensialımız var. Bizim həvəsdən düşmək kimi düşə bilərsən orada, günəşin batdığı kimi. Batdın, səhərsi gün yenidən. Nə qədər yıxılırsan yıxıl, nə qədər belə deyim də, əzilsən də ayağa durmağı bacarmaq da əsas məsələ. Yəni əsas məsələ odur ki, sən harda olursansa ol, sən həmin anda, yəni məsəl üçün ən dibdə də ola bilərsən. O deyir, ən dibdəsənsə yuxarı çıxmaqdan başqa yolun yoxdur. İşinin ən belə həvəssiz olduğun anda, o Jeniya xanım bir dəfə danışmışdı bizə, hansısa ölkəyə getmişdi, çox bilmirəm Azərbaycana mı gələndə idi, yoxsa Qazaxıstan, bir dəfə danışmışdı bizə tədbirdə. Deyir, çox pis oldum da, həvəsdən düşdüm, belə, elə falan. Sonra təzədən durdum ayağa, işimə davam elədim. Yəni ağladım falan. Yəni indi o an o ayağa qalxmasaydı, o pis olduğu anda ayağa qalxmasaydı, indi Jeniya xanım bu boyda komandası olmazdı. Dünyanın neçə ölkəsində komandasının üzvləri var. Elə də bizim Azərbaycanda da bəlkə sivil məhsulları olmazdı. Biz tanımazdıq bəlkə. O bizə tanıtdırdı bunu. Nəyi demək istəyirəm? Məsələ nədir? Yəni bizim hər birimizin yıxıldığı, hər birimizin ümumiyyətcə fərqi yoxdur. İstər biznesimiz olsun, istər həyat sahəsində olsun, hər birimizin hər zaman yıxıldığı, əzildiyi, hər birimizin hər zaman motivasiyanın, həvəsdən düşdüyü zamanlar olacaqdır. Və biz bu zamanlarda, bu vəziyyətlərdə, bu hallarda, istənilən halda özümüzdə o daxili gücü tapıb ayağa qalxmağı bacarmalıyıq. Çünki təbiətin qanunu budur. Sən ayağa qalxmalısan. Sənin başqa yolun yoxdur. O ən dibdəsənsə yuxarı çıxmaqdan başqa yolun yoxdur. Sən quyuya düşüb quyudan ulduzlara da baxa bilərsən, quyunun qaranlığına da baxa bilərsən. Seçim sənindir. Və bu seçimlərimizdə bizim üçün əsas rol oynayan disiplin. Bütün işimizin, bütün belə deyim də, özəyi disiplindir. Sən nə qədər həvəsə gəlirsən gəl, nə qədər motivasiya olursan ol, nə qədər necə deyim belə, səni qıraqdan hamı belə həvəsləndirsin, ay sən bacararsan, sən belə. Sənin əgər disiplinin yoxdursa, sənin işinin heç bir nəticəsi olmayacaq. Sənin xəyallarının, sənin hədəflərinin, sənin arzularının heç bir nəticəsi olmayacaq əgər disiplinin yoxdursa. Bunu bir dəfə demişdim, mən hardaydı, səhv etmirəmsə. Dedi, nə qədər uğurlu olmağa çalışsan da belə, yəni nə qədər kitab oxuyursan, oxu, nə istəyirsən öyrən, bütün günü motivasiya videoları izlə, bütün günü nə bilim nələrəsə bax, kurslara get, təlimlərə get, nə oxu, öyrən, hər şey addım at. Disiplinin yoxdursa heç bir mənası yoxdur öyrəndiklərimin. Disiplin nədir? Konkret addım atmaq. Sən hərəkət etməlisən. Başqa yolun yoxdur. Yəni sən oturduğun yerdə həvəslənim falan yox. Bir də bizdə nə var? Məsəl üçün disiplin məsələsi nə deyim? Tutaq ki, disiplin nədir? Hər gün dişlərini fırçalamaq bir disiplindir. Hər gün yataqdan qalxaraq yatağını yığmaq bir disiplindir. Hər gün idman etmək bir disiplindir. Vaxtı-vaxtında yemək yemək, vaxtı-vaxtında yatmaq bir disiplindir. İşimiz də bizim belədir, bax. O həyatımızdakı işimizin uğurlu ola bilməsi üçün işimizdə ayıracağımız zaman da bir disiplindir. Filan saatdan filan saata kimi mən işimə vaxt ayıracağam. Buna heç bir şey mane ola bilməz. Heç bir şey bunu dəyişə bilməz. Filan saatdan filan saata kimi komandamla danışacağam. Heç bir iş bunun qarşısına keçə bilməz. Və yaxud da ki, filan vaxtı görüş təyin eləmişəm, tutaq ki, hansısa bir şəxsə işimlə bağlı görüş təyin eləmişəm. Mən bu görüşə mütləq getməliyəm. Bu bizim disiplinimizdir. Mən filan gün ofisə mütləq getməliyəm. Bu bizim disiplinimizdir. Mən ofisə getməsəm də uğur qazana bilərəm. Amma ofisə gedəndə daha çox belə adam həvəsə gəlir. Onu deyim, ofis mühiti insanı dəyişir. Daha sonra mən bugün məsəl üçün filan saatda video çəkəcəm. Bu artıq disiplindir. Və sən həmin anda o saatda ki, görürsən, həvəsin yoxdur. Sonra eləyərəm dediyin şey həmişə sonraya qalır. Onu oğlum, mən fikir vermişsiniz, yox, nəyə ki təxirə salırıq, çox uzun danışdım, desin, yarım saat duracaq. Nəyə ki təxirə salırıq, belə deyim də, o qalır. Sabah eləyərəm dediklərimiz həmişə qalır, heç vaxt olmur. Bu an, ağlıma gəldi, məsəl üçün, tutaq ki, 5 nömrə zəng eləmək, qarşıma məqsəd qoymuşam, filan saatda yığacam. Həmin saatda, qoy bu işimi görüm, sonra eləyərəm. Yox, birbaşa elə. İndi elədin. Mən onu bir kitabda oxumuşdum. Təxirə salmaq ümumiyyətcə bir xəstəlikdir də. Yəni disiplində o təxirə salma xəstəliyinin bir tam əksidir. Tənbəllik bir xəstəlikdir, amma disiplin o tənbəlliyin tam ziddidir. Sən disiplinlə təxirə salma xəstəliyinin, sən disiplinlə belə deyim də, tənbəllik xəstəliyinin, sən disiplinlə eyni zamanda o motivasiyadan düşmək xəstəliyinin, sən disiplinlə uğursuzluq xəstəliyinin öhdəsindən gələ bilərsən. Disiplin bütün bunları əhatə edir. Yəni mənim bugün danışdığım bu motivasiya mövzusunda dediyim kimi bütün gün motivasiya videoları izləsək belə bunu finala saxlamışdım. Bu sözü, bu disiplin sözünü finala saxlamışdım. Nəyə görə? Çünki biz bütün gün motivasiya sözləri izləsək belə, cümlələri izləsək belə, kitablardan, qalın kitablardan motivasiya nə qədər şey oxusaq belə, disiplinimiz olmazsa onun heç bir mənası yoxdur. Yəni bizim motivasiya olunmağımızın, həvəsə gəlməyimizin heç bir mənası yoxdur.
Bir yaşam koçudur, səhv etmirəmsə, təlimçidir, yox, yaşam koçu deyil. Onun bir videosu qarşıma çıxdı. Deyir ki, motivasiya olaraq uğur qazanmayacaqsınız. Uğur qazanaraq motivasiya olacaqsınız. Və bu mənim üçün, yəni çox böyük bir fərqindəlik yaradan bir cümlə oldu. Həqiqətən, yəni mənim bu yaxınlarda çıxmışdı qarşıma ki, motivasiya olunmadan motivasiya olaraq uğur qazanmayacaqsınız. Uğur qazanaraq motivasiya olacaqsınız. Uğur qazanmaq üçün də yenə də qayıdırıq o disiplinə. Yəni hər birimiz qarşımızda bir yenə hər zamanki kimi o planlama çox önəmlidir. Biz həmişə bütün mövzular gəlir planlamaya çıxır. Pozitiv düşüncə. Birinci düşünürsən, mən bunu bacaracam, edəcəm. Çünki eləyən varsa, bu işləri görən varsa, kimlərsə Ruby biznes lider dərəcəsinə qalxıbsa, kimlərsə biznes profil qalxıbsa, kimsə bu şirkətdən avtomobil qazanıbsa, kimin məqsədi nəsə, mən də ümumi məqsədlər deyirəm. Kim ki BT 5000 oldu, deməli mən də bunu edə bilərəm. Birinci buna inanmalısan. İkincisi uca hərəkətə keçməlisən. Və sən hərəkətə keçdikcə görəcəksən ki, həvəslənirsən. Yox cavab eşidəcəksən, o bayaqki vurğuladığım günəş misalı. Günəşə bax. Günəş axşam batır da, düzdür. Hər gün axşam batır. Səhərsi gün yenə çıxır. Yox cavab eşidəcəksən, qışda ağacların yarpaqlarını tökən ağaclara bax. Quruyur, elə bilirsən ki, heç buradan yarpaq çıxmayacaq. Elə bilirsən ki, buradan bir də meyvə yetişməyəcək. Amma yazda təzədən meyvə yetişir. Əgər o ağac elə qurudum deyib həvəsdən düşsəydi, o ağacdan meyvə dərib yeyə bilərdik biz. Yox. Eləcə də bizim özümüz. Yox cavab eşitdikdə, neqativ rəylər gördükdə, cəmaatın o neqativ belə deyim də, fikirlərini gördükdə, belə deyim də, o hər dəfə özümüzü həvəsləndirə bilərik. Bir dənə qurbağa ilə bağlı bir dənə balaca bir hekayə danışım. Bilirik bunu, çoxumuz bilirik ki, qurbağa olur. Arası bir yerə bu dağa, bu təpəyə mi harasa çıxmaq istəyirlər, təpəyə çıxmaq istəyirlər. Yanlarından keçənlər deyir ki, heç bacarmayacaqlar, bunlar bacarmayacaqlar. Bu qurbağa, 2 dənə olmur, çox olur qurbağalar, belə deyim də. Bunlar bacarmayacaqlar, bunlar bu işi görə bilməyəcəklər, bu qurbağaların gücü çatmayacaq. Axır bu qurbağalardan biri çıxır. Çıxır təpəyə, o birislər qalır aşağıda. Məlum olur ki, həmin qurbağa karıymış. İndi nəyi demək istəyirəm? Əhatəmizdəki olan neqativ fikirlər, neqativ düşüncələr, neqativ rəylər ki, bizi ən çox həvəsdən salan, motivasiyadan salan şeylər. Biz uğur qazanana kimi çalışaq ki, o neqativlərə kar olaq. Və o neqativləri özlüyümüzdə bir ayağımızın altına qoyacağımız daş kimi görək. Bütün hekayələr birləşdirdim. Ayağımızın altına qoyacağımız daş kimi görək və o daşları birləşdirib uğur pilləkənləri ilə yuxarı çıxaq. Yenə də disiplin. Bu ən birinci qayda disiplindir. Mən bitirirəm artıq, yarım saatdır. Mən düşündüm daha az olacaq. Düşünürəm ki, çox oldu danışdıqlarım. Kiminsə sualı varsa, kiminsə deyəcəyi varsa, kiminsə bəlkə əlavə etmək istədiyi varsa liderlərimizdən, bəlkə nəyisə yarımçıq dedim, nəyisə az dedim. Bildirə bilərsiniz fikirlərinizi. Yoxsa kiminsə sualı varsa, sualları cavablandırmağa hazıram. Bu cümlə mənə dediyim kimi də motivasiya uğur qazana bilməyəcəksiniz, uğur qazanaraq motivasiya olacaqsınız cümləsi mənə çox təsir eləmişdi eşidəndə. Və düşünürəm ki, nəyisə yazmısınızsa heç, yazmamısınızsa bir dənə bu cümləni yazın. Mütləq yazın özünüzə, çünki bu bizim işimizdə çox-çox önəmli bir şeydir. Çox önəmlidir, yəni işimizin uğurlu ola bilməyi üçün. Kiminsə sualı və yaxud deyəcəyi varsa, baxın, yox, burada bir şey yoxdur. Burada da sual yoxdur. Kiminsə sualı və deyəcəyi varsa, sualları təşəkkürlər İradə xanım, mən də təşəkkür edirəm. Deyəcəyi varsa, əslində danışacaq mövzu genişdir, amma hər şey, təşəkkürlər İradə xanım, minnətdaram. Hər şey yenə gəlib bir yerə çıxır. Məqsəd, məqsədlərə doğru addım atmaq. Yəni, bunlar ikisi də bir vaxtdan sonra bizi motivasiya edəcək şeylərdir. Sən məqsədin olsun, həvəsdən, bütün gün otur məqsədini, xəyallarını qur, addım atmadığın müddətcə onun heç bir mənası yoxdur. Və yaxud da ki, bütün gün addım at, hərəkət elə, nə üçün elədiyini bilmə də, məqsədin yoxdur, eləcə hərəkət elə. Bir vaxtdan sonra baxarsan ki, mən niyə edirəm, mən niyə bunu edirəm, dünyanın həvəsinə düşəcəksən. Yəni, odur ki, bu iki qaydanı əsas yadımızda saxlayaq. İnam hərəkətə keçmək sonra motivasiyadır. Zaten hərəkətə keçəndən sonra motivasiya özü gələcək. Biz əvvəl elə bilirik ki, mən də əvvəl elə düşünmüşüm ki, motivasiya olacağım, sonra hərəkətə keçəcəm.
Amma indi bilirəm ki, hərəkətə keçmək lazımdır ki, motivasiya olmasın. Yəni mən bunu eşidəndə belə yəni bildiyim doğrular belə tərsinə çevrildi. Bunu bilək. Mütləq hərəkətə keçmək, mütləq. Qarşına məqsəd qoy, sonra hərəkət elə. Kiminsə dediyim kimi sualı və deyəcəyi yoxdursa bağlayım, necə bağlayacağımı da bilmirəm. Zoom-u. Məncə hamımız birdən çıxış eləməliyik. Xanım, mən bağlayacağam. Tamam. Təşəkkürlər Aminə xanım. Minnətdaram, çox sağ olun. Yəqin keçmiş sual yoxdur. Minnətdaram, çox sağ olun. Ümid edirəm ki, faydalı təlim oldu hər birimiz üçün. Ümid edirəm. Faydalı Zoom oldu. Təşəkkürlər dinlədiyiniz üçün. Bağlaya biləcəm mən. Yox, mən çıxış edəcəm. Təşəkkürlər.